qoyma marketinqin funksiyalarından biridir. Bazar araşdırır, rəqabəti yoxlayır, məhsulun bazardakı mövqeyi, məhsul istehsal edilən markanın bazar mövqeyini təyin edir, ona uyğun bir qiymət qoymaq. Qiymət qoyma iki cür. Birincisi real bazar dəyəri, hansı ki istehsal edilən məhsul nədir? Məsələn, sabun. Sabunun bazarda rəqabətdəki qiyməti nədir? Eyni funksionallıq, eyni tərkib və s. O çıxarılır. Sonra marka gücü varsa, markanın dəyəri də onun üzərinə gələrək bir qiymət formalaşdırılır. Bu ən bəsit tərəfidir. Məsələnin digər tərəfi, ümumiyyətlə qiymət qoyma iki faktorla formalaşır. Obyektiv və subyektiv. Obyektiv faktor nədir? Məhsulun istehsalına çəkilən xərc, məhsulun saxlanılmasına, daşınmasına, ona ayrılan işçinin əmək haqqısı, onun sosial müavinəti, vergi xərcləri, anbar xərcləri, bunlar cəmlənir, məhsulun obyektiv və ya real xərci yaradılır. Qiymət qoymanın ikinci tərəfi isə subyektiv faktorlar. Subyektiv faktorlar tamamilə marketinq təbiətli olur. Yəni loyallıq, etibar, güvən, aldanmıram ki hissi, brendin gücü, tanınırlıq, insanlar tərəfindən qəbul edilmişlik, markanın insanlara təsiri, emosional hisslərə toxunuşu, bunlar cəmlənəndə də ortaya çıxır subyektiv faktorlar. Bu tamamilə marketinq əsaslıdır, ölçülə bilmir, hisslərə əsaslıdır, güvənilir. Yəni heç bir şəkildə də sübut oluna bilmir və fərdə özəl. Siz bir markanı marka olaraq sevə bilərsiniz, məhsulunu sevməyə bilərsiniz. Mən markanı da sevə bilərəm, məhsulunu da sevə bilərəm. Hər iki halda istehsalçı analiz edir, ölçür, biçir. Gəlirik digər məsələyə, etibar məsələsi. Etibar məsələsi qiymətin bahallığından yaranmır. Qiymətin bahallılığı etibardan irəli gələrək formalaşır. Bu gün hamımızın tanıdığı istər tekstil, istər avto, istər sağlıq sektorundakı, qida sektorundakı markaların heç biri yeni yarandığı zaman bahalı olmuyor. Hamısı orada hansı şəhərdə, hansı qəsəbədə istehsal olunub ortaya çıxıbsa, oradakı kütləyə xitab edib. O kütlə markanın dadını, keyfiyyətini, uzun ömürlüyünü yoxlaya-yoxlaya güvəniblər. Güvəndikcə bu yeni kütlə, yeni müştərilər gətirməyə başlayır markaya. Bir dəfə güvəni baxıb, münasibət qurub və bundan sonra ona göz yumulu etibar etməyə başlayır. Bax bu göz yumulu etibarlıq, davamlı müştəriyə çevrilmə, hisslər hər bir markanı artıq bahalı bir şeyə çevirir. Yəni heç də bahalı olan şey ilk bazara girdiyi zaman bahalı girirsə bu yaxşı demək deyil. Birinci yaxşı olmalısan, güvən qazanmalısan, sonra bahalı olmalısan.